Doktor, hamiləlikdə ağır əşya qaldırmaq təhlükəlidirmi? Hamiləlikdə yüngül ev işlərini görmək təhlükəsizdir. Xüsusən siz normal hamiləlik keçirirsinizsə, gündəlik rutinlərinizi edə bilərsiniz. Lakin ağır əşya qaldırmaqda biraz ehtiyatlı olmaq lazımdır. Xüsusən sizdə əgər düşük riski və yaxud da erkən doğum riski varsa, ehtiyatlığınızı biraz da artırmalısınız. Bəs hansı dövrlərdə daha diqqətli olmalıyam? Xüsusən 12 həftəyə qədər, yəni hamiləliyin birinci trimestrində və hamiləliyin axırında daha diqqətli olmaq lazımdır. Çünki bu vaxt uşaqlıq həssas olur və erkən doğum düşük riski artır. Təhlükə riskini azaltmaq üçün nə etmək lazımdır? Təhlükəni azaltmaq üçün, yəni əgər siz bir qədər ağır əşya qaldırmaq məcburiyyətindəsinizsə və sizin heç bir köməyiniz yoxdursa, yaxşı olar ki, dizi üstə əyiləsiniz və qarnı arxaya verməklə, yəni önə verməməklə tədricən həmin əşyanı qaldırasınız. Amma əgər dediyim kimi sizdə erkən doğum riski və yaxud da düşük riski varsa, bunu ümumiyyətlə etməməlisiniz. Bəs hamiləlik müddətində bütün hərəkətləri məhdudlaşdırmaq doğrudurmu? Xeyr, bu əlbəttə ki, doğru deyil. Hamiləlik müddətində passivlik heç düzgün deyil, çünki əgər siz normal hamiləlik keçirirsinizsə, hamiləlikdə aktiv olmaq vacibdir. Xüsusən yüngül gəzintilərin edilməsi, yüngül idman hərəkətləri, məsələn, üzgüçülüklə məşğul ola bilərsiniz, yoga ilə məşğul ola bilərsiniz. Bu sizin normal hamiləlik keçirməyinizə kömək edəcəkdir.